Bir şey dalına növbəti qonağımız. İlk növbədən salamlayıram sizi, Təşəkkür veriliş rəhbərliyini. Mən sərbəst güləşlə başlamışam idmana. 10 yaşımdan Bakı çempionu olmuşam dəfələrlə, Respublika prizor olmuşam, beynəlxalq turnirlərin qalibi olmuşam dəfələrlə. Sonra zədə səbəbi ilə bir müddət idmandan uzaqlaşmışam, fasilə verdim. Sonra yenə qayıtdım idmana. İndi istəyirəm inşallah ayın 18-i Ukrayna-Lusk şəhərində Avropa Kuboku döyüşəcəyik. Baş məşqçi Ruhi Hüseynovun rəhbərliyi ilə komanda heyətində orada iştirak edəcəyik. Orada inşallah Kuboku Azərbaycana qələbə ilə qayıdacaq. Buna İnşallah. əminik. İnşallah qələbə ilə inşallah orada da erməni rəqiblərimiz olacaq. İnşallah onun üstündə layiqincə bir qələbə qazanacağıq və ölkəmizi, Azərbaycanı təmsil edəcəyik. Necə lazımdır, bayrağımızı yüksəklərlə dalğalandıracaq orada. İnşallah qələbə ilə qayıdacaq Azərbaycan.